Salam, hər vaxtınız xeyir dostlar. Bu videoda JF-17 Blok 3 təyyarələrimizi müzakirə edəcəyik. Xoş izləmələr. Öncə başlayaq bu sualdan. Xeyr, bu vəsait tək JF-17-yə sərf olunmur. Bu müdafiə müqaviləsidir. Bu müqavilə tək JF-17-ni əhatə etmir. Bu müqavilədə JF-17 ilə yanaşı başqa silahların da alınması, təlim texniki dəstək, texnologiya transferi və birgə istehsal, məsələn, Pakistanla birgə hərbi texnologiyaların Azərbaycanda istehsalı və yığılması ola bilər və əlavə başqa sahələri də əhatə edə bilər. Qeyd edim ki, hərbi hava qüvvələrimiz ümumi JF-17 sifarişini 40 ədədə çatdırıb. Fikrimcə bəli, JF-17 Blok 3 hava döyüşlərində Su-30, Su-35 kimi güclü təyyarələrə qarşı tək başına yetərli olmaya bilər. Buna görə də hava döyüşlərində JF-17 Blok 3-ü tamamlayacaq daha güclü baş təyyarə lazımdır. Bu ya Rusiyadan MiG-35 ya Çindən J-10C təyyarəsi ola bilər. Bu təyyarələr həm maliyyə, həm döyüş imkanları baxımından hava qüvvələrimizə uyğundur. Bu təyyarələr həm texniki, həm avionik cəhətdən güclü təyyarələrdir. Məsələn, ya MiG-29-lar tam modernizasiya olunmalıdır, radarı, avionikası və raketləri dəyişdirilməlidir. Təyyarə güclü radar, avionika və raketlərlə təchiz olunmalıdır. Buna əlavə olaraq bir eskadrliyə 12 ədəd MiG-35 alınmalıdır ya da MiG-29 ləğv olunmalıdır. 2 eskadrliyə 24 ədəd MiG-35 ya eyni sayda J-10C təyyarəsi alınmalıdır deyə düşünürəm. JF-17 Blok 3 zəif təyyarə deyil, amma çox güclü təyyarə də deyil. Məsələn, yaxın hava döyüşündə onun manevr qabiliyyəti bir qədər aşağıdır. Günümüzün hava döyüşləri əsasən uzaq məsafədən aparılsa da, ola bilər bir şəkildə yaxınlaşma oldu. Bu döyüşdə də JF-17 seriyası çox yüksək manevrli deyil. Məsələn, o manevr qabiliyyəti baxımından MiG-29, MiG-35, J-10, F-16, Su-30, Su-35 kimi təyyarələrdən geri qalır. Həm bu təyyarələr qədər çox çətin manevrlər eləyə bilmir, həmçinin bu təyyarələr qədər cəld dönə bilmir. Bir qədər ləng dönür. Beləliklə, o yüksək manevrli təyyarələrin hədəfindən qaçma, onun üstünə dönmə və arxasına keçmədə çətinlik çəkir. Bu halda da yüksək ehtimal məğlub olmalıdır. JF-17 Blok 3-də pilotun dəbilqəsinə quraşdırılmış tuşlama sistemi var. Bu, onun manevr çatışmazlığını xeyli dərəcədə azaldır. Bu sistem vasitəsilə pilot qarşıda, eləcə də müəyyən bucaq altında, sağ-sol, aşağı-yuxarı diapazonda yerləşən hədəfə başını çevirərək nişan ala bilir. Tuşlama sistemi hədəfi infraqırmızı və görüntüləyici infraqırmızı raketə göstərir, raket hədəfə kilitlənir və atəş açılır. Lakin bu tuşlama sistemi Rus təyyarələrində hələ Sovet dövründən istifadə olunur. Bu sistemi ilk istifadə edən ölkə də elə Sovet hökuməti olmuşdu. Bu sistem Su-27, Su-30, Su-35, Su-57, MiG-29 və MiG-35-də var. Həmçinin bu təyyarələrdə IRST sistemi də var. Hansı ki, bu sistem JF-17 Blok 3-də yoxdur. IRST təyyarələrin infraqırmızı izini aşkarlayan pasiv sensor sistemidir. Həmçinin uzaq məsafəli döyüşlərdə də ola bilər JF-17 Blok 3 bu təyyarələrə qarşı elektron müdaxilə ilə radar və avionik sistemlərin bastırılması və sıradan çıxarılmasında da yetərsiz qaldı. Həmçinin əks müdaxilədə JF-17 Blok 3-də AES radarıdır. Onun qarışdırılması, tamamilə sıradan çıxarılması çox çətindir, amma avionikası qarışdırıla bilər. Məsələn, uçuş naviqasiya sistemi falan qarışdırıla bilər. Buna görə də qeyd etdiyim kimi ya daha güclü təyyarə alınmalıdır, ya da daha güclü hava hücumundan müdafiə sistemi qurulmalıdır. Hava hücumundan müdafiə sistemlərimizin sayında ciddi artım olmalıdır, eləcə də daha güclü radioelektron mübarizə sistemləri alınmalıdır. Bu şəkildə JF-17 Blok 3 təyyarələrimiz
Bu sistemlərlə koordinasiyalı şəkildə Su-30, Su-35 kimi güclü təyyarələrə qarşı effektiv hava döyüşləri apara bilər. Onu da qeyd edim ki, nəzərdə tutduğum Ermənistan Su-30'ları deyil. Ermənistanın əlində 50 ədəd də Su-30 olsa, bu heç nəyi dəyişmir. Çünki onları havaya qalxmadan yerdəcə məhv etmək mümkündür. Çünki həm Ermənistanın ərazisi kiçikdir, onun aviabazalarını yaylım atəş sistemləri ilə belə vurmaq mümkündür. Həmçinin güclü hava hücumundan müdafiə arsenalı qursa belə, kütləvi raket, dron hücumu ilə yarmaq mümkündür. Təyyarələr salamat qalsa belə, aviabazanın uçuş zolağının vurulması yetərlidir ki, orada olan bütün təyyarələrin havaya qalxmasının qarşısı alınsın. Bugünlük bu qədər dostlar. Bu barədə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək hələlik.